Deməli dostlar, indi də çiyələyi çəkirik. Deməli, çiyələyin ən bol və dadlı olan vaxtları may-iyun aylarıdır. İyuldan sonra çiyələk çox nadir tapılır. Deməli, çiyələyin bu cür də yeyə bilərsiniz. Amma mən belə smoothie formasında xoşlayıram. Bunu reseptini istəsəniz sizə yazaram, ya da ki videosunu çəkərəm. Bunu da anlamaq. Möhtəşəm. Çiyələyi də müntəzəm istifadə edərkən bunun porsiyalarına diqqət edin dostlar. Uşaqlar üçün 100 qramdır, böyüklər üçün 200 qram. Yəni həddən artıq istifadə edəndə vitamin, mineral balansızlığı yarada bilir, həzm problemlərinə yol aça bilir. Olsun.